svetoforda dayanmışam, işıqforda. Belə bir qara maşın var. Da arxasına yazılıb ki, nəfəs aldığımız hava şəhidlərin son nəfəsidir. Bu o deməkdir ki, şəhidlərimiz bütün nəfəsini, canını bizə qurban verib gedib və biz onları heç vaxt unutmayaq. Allah şəhidlərin məqamını uca etsin. Bu diqqətli adam da kimdirsə var olsun. Bu söz mənə o qədər xoş təsir etdi və o qədər məni heyran etdi ki, Allah kömək olsun qardaşımızın. Çalışacağam ki, qardaşımızı maşınını saxlayım, tanıyaq o gözəl qardaşı, o gözəl sözləri kim yazıb ora. İlk dəfə də o sözlə tanış oluram. İnşallah özümə borc bilirəm ki, bax, işıq verirəm, görüm saxlasa saxlayacaq. Siqnal verdim. Bir dənə baxaq görək, bu gözəl qardaşımız kimdir? Saxladı maşını. Maşını saxladı. Qardaş, xoş gördük. Maşında təksən. Səni verənə şükür, qardaş. Mən o sözü oxudum, çox duyğulandım. Bir bloger kimi istədim səni çəkək. Adın nədir, qardaş? Allah yer. Harada yaşayırsan? Bakıda yaşayırsan, özün haralısan? İmişlidən. Allah səni var eləsin, qardaş. Təkrar edirəm, nəfəs aldığımız hava şəhidlərin son nəfəsidir.